müqəddəs kitaba müraciət edirik ki, müqəddəs kitab vasitəsilə Allahı tanıyaq və ona bələd olaq. Çünki əgər biz Allahı tanımasaq, ona necə etibar edə bilərik? Əgər Allaha bələd olmasaq, biz ona necə güvənə bilərik? Əgər biz Allah haqqında məlumatlı olmasaq, onda bizim ibadətlərimizin nə mənası, nə əhəmiyyəti olar həyatımız üçün, əgər biz onu tanımırıq. Müqəddəs kitab isə var olan Allahı bizə tanıtdırır. Və biz müqəddəs kitab vasitəsilə Allahın xəssiyyətinə bələd oluruq. Biz görürük ki, Allah kimdir? Onun bizə olan xoş niyyətini müqəddəs kitabda öyrənirik. Görürük ki, Allahın bizə niyyəti yaxşıdır. Allahın iradəsi barəsində öyrənirik. Çünki müqəddəs kitab Allahın iradəsini bizə aşkar edir və biz başa düşürük. Biz başa düşürük ki, Allah sadiqdir. İnsanların pis əməlləri Allahın sədaqətini dəyişdirir. İnsanların səhv düşüncələri, üzr istəyirəm, Allahın insana olan xoş niyyətini dəyişdirmir. Çünki Allah sadiqdir. Müqəddəs kitab aydın şəkildə deyir ki, o heç bir kəsin həlak olmasını istəmir. Onun niyyəti nədir? Hər kəsin onun millətindən, yaşadığı ölkəsindən, onun cinsindən asılı olmayaraq Allahı tanıyıb ona tərəf dönsün. Allah sadiqdir, müqəddəs kitab öyrədir. Allah yaxşıdır. Onda pisliyin kölgəsi belə yoxdur. Allahın gördüyü bütün işlər bizim salamat olmağımız üçündür. Müqəddəs kitab bunu bizə öyrədir və başa salır ki, Allah xeyirxahdır. Biz bunu müqəddəs kitab vasitəsilə öyrənirik ki, o yaxşılıq etməkdən zövq alır. Müqəddəs kitab görünüzü qəşəng sözlərdən istifadə edərək yaradan Allah haqqında bizə məlumat verir. O yaxşılıq etməkdən zövq alır. Rəbb bizdən tələbkar deyil. Əksinə, Rəbb Allah bizim həyatımıza bələdçidir. Biz müqəddəs kitab vasitəsilə öyrənirik ki, bizdən öncə yaşayanların həyatında Allah onlara yol göstərən oldu. Allah onlara bələdçilik etdi ki, həyat çətinlikləri qarşısında, həyat acıları qarşısında onlar aciz qalmasınlar. Onlar çarəsiz olmasınlar. Onlar ümidlərini Rəbbə bağlayıb ona güvənsinlər və Allahın sədaqətini öz həyatlarında görsünlər. Allah bunu bizə öyrədir. Və biz Allah barəsində öyrəndikcə görürük ki, Allah haqqında olan bilik bizə ümid gətirir. Və müqəddəs kitab aydın şəkildə deyir ki, Allahdan aldığımız ümid bizi heç zaman peşman etməyəcək. İstəyərdim Romalıların məktuba müraciət edək. Romalıların məktubunda 10-cu fəsil, 10-cu və 11-ci ayələrə diqqət yetirək. Çünki insan ürəkdən iman etməklə salih sayılır və diliyle iqrar etməklə xilas olur. Belə ki, müqəddəs yazıda deyilir, ona iman edən hər kəs tanrılmayacaq. Maraqlı sözlərdir. İstəyərdim belə burada olan xüsusi sözlərə fikir verəsiniz. Görüncə sözlər ürəkdən, imandan danışır. Sadəcə inanmaq məsələsi deyil. Burada bizim fikrimizi insanın daxilində, ruhunda baş verəndir və Allahın kəlamı yönəldir ki, biz Allaha iman edənlər sadəcə imanı dilimizin ucunda yaşadanlar deyilik. Mən iman etdim. Yox, iman bizim daxilimizdə, ruhumuzda, canımızda yer alaraq bizim əqidəmizdir. Heç nəyə, heç kəsə dəyişilməyən bir həqiqətdir. Külli ixtiyar olan Allah mənim xilaskarım. Mənim Allahımdır. Ürəkdən iman İsa Məsihə tamamilə etibar etmək, ona güvənmək, ona arxalanmaq və onun kəlamı qarşısında təslim olmağımıza səbəb olur. Allahın kəlamı qarşısında təslim olunmaq budur ki, biz müqəddəs kitabı oxuyanda Allahın sözünü qəbul edirik, razılaşırıq, yaşatmaq üçün razılaşırıq. O kəlamı icra etmək üçün onunla razılaşırıq və o kəlamı həyatımızda istifadə etmək istəyirik. Ona görə növbəti sözə baxın, imanı iqrar etmək.
İqrar o insanın ruhunda baş verəndən xəbər edir. İnsanın ürəyində baş verəndən xəbər edir. Sadəcə elan etmək deyil, o qədər elanlar var ki, sadəcə bəyan etmək deyil, o qədər bəyannamələr var ki, o deyir, iqrar edirsənsə, əgər Məsih isə imanını iqrar edirsən və sənin iqrarın sənin ürək niyyətinlə bağlıdırsa, onda sən doğru yoldasan. Çünki yazılıb ki, ürəkdən iman etmək ilə salih sayılırıq. Allah'a xoşuna gələn, doğru iş görən deməkdir. Dilini iqrar etmək isə xilasımıza səbəb olur. Həmin o iqrar bizim ürək niyyətimizə tamamilə bağlı qalandır. Müqəddəs kitab bunu öyrədir bizə ki, bu vacibdir, bu əhəmiyyətlidir. Çünki müqəddəs kitab aydın şəkildə deyir ki, ona iman edən hər kəs o utandırılmayacaq. Heç kim peşman olmayacaq. Çünki imanı vasitəsilə Allaha yaxınlaşar və Allahın yaxşılığını, xeyirxahlığını, sədaqətini, Allahın məhəbbətini öz həyatında yaşamış olacaq. Və Allah istəyir ki, ona yaxınlaşan hər birimiz bunu yaşayaq. Özümüz yaşayaq bunu. Nəinki müqəddəs kitab səhifələrində Allahın sədaqəti barəsində öyrənək. Allah İbrahimə sədaqətli oldu, onu buraxmadı. Allah Davud peyğəmbərə qarşı sədaqətli oldu. O hətta yanlış iş görəndə Allah onu tərk etmədi. Özümüz bunu yaşayaq. Allah istəyir ki, ona yaxınlaşan hər birimiz özümüz öz təcrübəmizdə Allaha güvənməyin əhəmiyyətini, Allaha etibar etməyin vacibliyini həyatımızda yaşayaq. Allahın sədaqətli işlərini görək və Allahın sədaqəti ona bağlanmağımıza, ona etibar etməyimizə səbəb olacaqdır. Ona görə biz müqəddəs kitaba baxdıqda məni məhdudlaşdıran, məni idarə edən sözlər kimi deyil, məni hikmətli edən, məni müdrik edən, həyat yollarında mənə bələdçilik edən Allahın sözünə müraciət edib o sözdən öyrənirəm. Zabur 119, Zabur 119, 104, 105. Baxın, Davud necə sözlər deyir Allahın kəlamı barəsində. Qayda qanunlarına görə dərnakəliyəm. Buna görə hər yanlış yola nifrət edilər. Sözün addımma sıraqdır, yollarıma işıqdır. İstəyədim bir neçə saniyə götürüb o ayəni gözünüzün qabağına da baxın, gör necə sözlər deyir. Davud deyir ki, mənim dərrakəmin sirri bundan ibarətdir. Mənim müdrik qərarlar verməyimin səbəbi budur, sənin sözü. Sadəcə həyatda təcrübə yığdım. Mən sadəcə hikmətlilər arasında oldum. Mən çoxlu kitablar oxurdum və bilik əldə etdim. Demir onu. O deyir, mən dərrakəliyəm, çünki sənin qanunlarını öz ürəyimdə saxlamışam. Sənin qanunlarına görə mən belə olmuşam. Sənin sözünü həyatımda yaşatdığıma görə mən müdrik insana çevrilmişəm. Və bu məsləhət ancaq Davud çoxdur. Ancaq Davud bunu bəyan edir və deyir ki, Allahın qayda, qanunları bizi məhdudlaşdırmır. Əksinə, həyatda doğru, düzgün qərarlar vermək üçün bizi təciz edir. Biz Məsih isə iman edənlər biz deyirik, bəli, bu bizim üçün də belədir. Biz Allahın kəlamına görə dərrakəli oluruq. Biz Allahın kəlamına görə doğru qərarlar verməyə bacarırıq. Yanlışlıqlardan qaçmaqdan ötürü, doğru seçimlər etməkdən ötürü Allahın kəlamı bizə verilən təminatdır. Dərrakə sadəcə bilik deyil. Dərrakə Allahın kəlamına uyğun yaşamaq qabiliyyətidir. Və Allahın kəlamı buna bizə öyrədir ki, biz öyrəndiklərimizi sadəcə bilik olaraq özümüzdə saxlamırıq. Həyatımızda istifadə edirik. Münasibətlərdə yaşadırıq. Yoxsa nə mənası, nə faydası var Allahın kəlamını bilmək, amma bildiyimizi münasibətlərdə yaşatmaq. O bilirsiniz nəyə bənzəyəcək? Halva deyib, ağzımızda şirin olduğunu düşünmək. Nə qədər desək də alınmayacaq. Allahın gözəl işləri barəsində danışmaq olar. Amma əgər
ürək niyyətinlə, arzularınla Allahın gözəlliyini seyr etmək üçün Allahın kəlamına müraciət etməyəcəksən. Əgər dualarında Allahın huzuruna gəlib və bütün gördüyün işlərdən ən vacib iş kimi duanı saxlamasan, onda necə yaşayacaqsan? Başqalarına öyüd nəsihət verib, özünü məhrum etmiş, yox belə etməyək. Davud deyir ki, məhz sənin qayda qanunların məni o qədər dərakəli etdi ki, sən xoşlamadığını mən də xoşlamadım. Sən ikrah etdiyini mən də həyatımda ikrah edirəm. Mən nifrət edirəm hər cür pisliyə, hər cür qanunsuzluğa, hər cür haqsızlığa. Mən nifrət edirəm yalana, hər cür böhtana, atılan iftiralara və insanlara edilən zülmətə. İstəmirəm. Niyə istəmirəm? Çünki Allahım, sən bunu istəmirsən. Sən buna qarşı çıxırsan, mən də ona qarşı çıxış oluram. Allahın kəlamı bizə dərrakə verir. Allahın kəlamı bizə doğru davranmağa kömək edir. Bilirsiniz, bu barədə fikirləşəndə digər atalar sözü yadıma düşür. Yaxşılığa yaxşılıq. Bilirik də bunu, hə? Hər kişinin işidir. Yamanlığa bəs yaxşılıq? Allah kişiləri öyrədir, nər kişilər olmağa. Allahın kəlamı öyrədir kişilərə kişi olmağa, nər olmağa, mərd olmağa, doğru olmağa, dürüst olmağa, ismətli olmağa. Allahın kəlamı öyrədir qadınlara öz evini quran hikmətli qadın olmağa. Allahın kəlamı bunu biz üçün edir. Allahın kəlamını öyrəndikcə biz Allahın bu yaxşı işlərini öz həyatımızda görmüş olacağıq. Allahın kəlamını münasibətlərimizdə, gündəlik həyatda yaşatdığımıza görə onun faydasını görəcəyik. Onda biz də Allah yaxşıdır deyənlərə qoşuluruq. Allah xeyirxahdır deyənlərə qoşuluruq. Uca səslə Allaha tərənnüm edəndə Allahdan zövq alanlarla bərabər Allahdan zövq alırıq. Çünki onun bütün işləri yaxşıdır. Bizə verdiyi məsləhət yaxşıdır. Və əgər neydəsə əskiliyimiz olarsa, əgər hansısa bir bilikdə, hikmətdə, qərar verməkdə çətinlik çəkəriksə, Məsih İsa'nın həvarisi Yaqub deyir, Allaha üz tut, Allahdan istə. Əgər neyinsə öhdəsindən gələ bilmirsənsə, öz məktubunda belə bir məsləhət verir. Əgər sizlərdən birinin ilişliyi satışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin. Mən ona verəcəyim. Maraqlı sözlərdir, yox? Yenə də istəyərdim bir neçə saniyə götürüb o ayəyə diqqət yetirir. Əgər sizlərdən birinin müdrikliyi çatmırsa, neysə, hansısa bir işdə əksikliyi varsa, o deyir, Allaha üz tutmadan geri qalma. Allah səxavətlidir. Allah məzəmmət etməz. Allah ona müraciət edən insanı utandırmaz. Rəbb səxavətlə verəndir. Yəni, əli açıqdır, cömərtdir, bol bərəkət verən Allahdır. Ona müraciət edən heç kəsi əli boş geri qaytaran deyil. Hər kəsin duasını qəbul edər və yaxşılığı ilə cavab verər. Əsirgəməyəcək və cavab verəcək. Ona görə biz də Yaqubun məsləhətinə görə üzləşdiyimiz hər bir işdə Məsih İsa'nın adı ilə Allaha həvəs ilə, iman ilə müraciət edirik, bilirik ki, Allah bizdən heç nəyi əsirgəməyib, bizə doğru olan cavabını verəcəkdir. Allahdan hikmət istəyəndə o danlamaz, o qınamaz. Yenə də sən gəldin deməz. Yenə də məndən nəsə istəyirsən deməz. Biz Allahı narahat edərək fikri tamamilə yanlışdır. Allah bizdən ona etdiyimiz müraciəti gözləyən Allahdır. Səslə cavab verim deyir. Məni çağır, özümü göstərim deyir. Baxın, adları müqəddəs kitaba düşmüş peyğəmbərlər məhz bunda şəhadət aldılar.
Onların şəhadəti bundan ibarət idi ki, onlar həyat çətinlikləri qarşısında öz təsliyinə, inadına, iradəsinə üzr istəyirəm, belə güvənən deyil, ümid bəslədikləri Allaha etibar etdiklərini göstərirdilər. Onlar dualarında Allahı səsləyən və Allahın onlara verdiyi məsləhətə görə hərəkət edənlər idilər. Allahın isə bizə verdiyi məsləhətlər müqəddəs kitabda yazılıbdır. Nə qədər bilirsənsə müqəddəs kitabda, o qədər də yaşdır. Neyi öyrənmisənsə, münasibətlərində görsə. Qoy müqəddəs kitabdan öyrəndiklərin sənin daxilində yer alsın ki, o sözə görə hərəkət edən, Allahın məsləhətinə görə ömrünü yaşayan insan olasan. Hətta ətrafında olan insanlar fərqli dəyərlərlə davransalar belə. Hətta sənin ev əhlin fərqli düşünsə belə, Allahın kəlamından aldığın nümunəyə görə davran. Allahdan öyrəndiklərini yaşat. Sənin doğru, düzgün münasibətin ətrafında olan insanlara müsbət təsirini göstərəcəkdir. Allaha dua et. Çünki bizim Allahla duamız, Allaha müraciətimiz sadəcə əzbərlənmiş və təkrar olan sözlər deyil axı. Bizim duamız Allahla danışmaqdır. Allah dua vasitəsilə bizi özü ilə ünsiyyətə çağırır. Biz dua edəndə biz Allahla danışırıq. Biz dua vasitəsilə Allaha daha da yaxın oluruq. Dua vasitəsilə biz öz istəklərimizi, öz ehtiyaclarımızı Allaha bildirərək ona etibar etməyimizi göstəririk. Rəbb, sənə güvənirəm. Sənə etibar edirəm və bu nümunələr bizim ruhumuzun Allaha yönəlməsinə, Allaha etibar etməsinə, Allahı gözləməyinə səbəb olur. Mən gözləyirəm, çünki Allah vəfalıdır. Allah heç vaxt gecikmir. Öz vaxtında, yerində mənə dəstək göstərəndir. Qəlbini ona görə aç Allah qarşısında. Yaqub deyir, öz ehtiyaclarını bildir. 6-cı ayədə isə o deyir, baxa, ehtiyaclarını Allaha bildirdikdə, ürək niyyətlərini Allaha açanda, Allaha daha yaxın olub ona etibar etdiyini bəyan edəndə şübhə etmə. Şübhə etmə, çünki Rəbb vəfalıdır. Rəbb sədaqətlidir. Ona yaxınlaşanlara yaxın olandır. Sid ürəkdən onu çağıranlara cavab verəndir. İstəyərdim sonda, bu hissənin sonunda bir nəfərin sözü ilə bölüşüm sizinlə. Franklinin dua haqqında olan dəyərli bir fikridir. Dua insanı Allahın qüdrətli əllərinə təslim edir. Maraqlı fikirdir, yox? Göncə söz deyir. Biz dua edəndə, biz özümüzü Allahın əlinə etibar edirik. Biz özümüzü təslim edirik Allahın qüdrətli əllərinə. Biz dua edəndə, biz demək istəyirik ki, ya Rəbb, mən öz dərakəmə, biliyimə, bacarığıma arxalanmaq istəmirəm. Mən öz gücüm ilə, öz ağlımla hərəkət etmək istəmirəm. Mən istəyirəm ki, mənim həyatımda fəal olan sən olasan. Buna görə ehtiyaclarımı ilk olaraq sənə bildirirəm. Üzləşdiyin hər bir məsələ ilə qoy birinci Allah səndən eşitsin. Məgər Allah bizim üzləşdiyimizdən xəbəri yoxdur? Əlbəttə xəbəri var. Müqəddəs kitab bizə öyrədir ki, biz hələ duamızı səsləndirməmişdən əvvəl Allah bizim yaşadığımızdan xəbəri var. Amma o istəyir ki, onu sən de mənə. Sən de mənə. Gəl ürəyini aç mənə. Sən öz ehtiyacını ilk olaraq Allahın huzuruna qaçaraq bildirən ol. Duana cavab alanda da, şad xəbərini də ilk olaraq Allahla bölüşən ol. Biz xoşlayırıq, hə? Nəsə baş verəndə, birinci nə edirik? Sosial şəbəkələrdə paylaşırıq, hə? Qoy hamı bilsin nəsə baş verir mənim həyatımda. Paylaşmamışdan əvvəl Allahla paylaş. Məşq elətdir özünü. Vərdiş yarat özündə, ehtiyaclarını Allahla bölüşməyə. Bu vərdişlər bizə kömək edəcək həyatda Allaha güvənib ona etibar etməyə. Vərdiş et özündə xoş xəbəri ilk əvvəl Allahla paylaşmağa. Bu səndə gözəl bir vərdiş yaradacaq ki, hər bir işini
Allahla paylaşan, Allaha səsləyən insan olasan. Biz məsihçilər maraqlıyıq. Bizim istifadə etdiyimiz sözlər də maraqlıdır. Biz Allah ilə, Allaha üzr istəyirəm, etdiyimiz ibadəti sadəcə mərasim olaraq demirik. Canlı, diri ünsiyyətdir. Bilirsiniz niyə? Çünki bizim dualarımız, bizim ibadətimiz havada ərimir. Ünvanına çatandır. Ünvanına çatandır. Allah bizə yaxındır. Allah bizə yaxındır. Çünki o özünü bizə aşkar edib, bizi öz tərəfinə çəkdi. Ona görə həvəsli olun dualarınızda. Ona görə dualarınızda mətin olun. Hər bir şeyə görə Allahla bölüşən, Allahdan məsləhət istəyən, Allaha çağıranlar olun. Ona görə Allahın kəlamını gündəlik həyatda diqqət yetirin, öyrənin, oxuyun, öyrəndiklərinizi də artıq tətbiq edin. Bir-birinizə yaşadın. Münasibətlərinizdə Allahın sözünə öyrəndiklərinizi yaşadın. Onda külli ixtiyar olan Allah sizinlə olacaq. İndi bölüşmək istədiyim bu qədər idi.